Belə fərqli narın şirin qoğal içliyi hazırlayırıq. Həm də fərqli üsulla. Əvvəlcə 200 qram kərə yağını əridirəm, ancaq dağ etmirəm. Əritdiyim kərə yağını başqa bir qaba alıram. Elə isti-isti üzərinə 1 kiloqram şəkər tozu əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram. Bax, bu bunun püf nöqtələrindən biridir. Kərə yağı mütləq qaynar olmalıdır. Şəkər tozu onun içərisində tam yumşalmalıdır. Qaşıqla qarışdırdıqdan sonra əlimlə yaxşı-yaxşı ovxalayıram. Üzərinə 2 paket vanil əlavə edib qarışdırıram. Daha sonra 2 yumurtanın ağını da əlavə edirəm. Yenə yaxşı şəkildə qarışdırıram. Unu hissə-hissə əlavə edirəm. Hər stəkanı əlavə elədikdən sonra əvvəlcə qaşıqla qarışdırıram. Sonra isə üzərinə bir qədər də sarı kök əlavə edirəm. Hardasa mən 2 çay qaşığı qədər əlavə elədim. Əlimlə yaxşı şəkildə ovxalayıram. İkinci stəkanı da əlavə edirəm. Mütləq stəkanları, yəni ki, bir-bir əlavə eləyin. Tam ölçüsünü axırda sizə deyəcəm. Baxın, əlinizlə belə yaxşı şəkildə ovxalayın. Tam narın olsun. Bu minvalla 4 stəkan yarım un əlavə elədim. Videom xoşunuza gəldisə, səhifəni izləməyi unutmayın.